ən bəlağətli, ən fəsahətli, ən kamil və ən doğru danışan səmavi kitabı Seyyidül Mürsəlin Həzrəti Muhammed Salvatullaha nazil elədi ki, bəşər övladına hüccəti tamamlasın. Allah sonuncu Peyğəmbərin əhl-i beytini ümmətin ən yaxın, salih və övliyalarından qərar verdi ki, o Həzrətin vəfatından sonra insanların hidayəti ilə məşğul olsun. Amma Əli Quranın batinini və sirlərini Peyğəmbərdən öyrənmişdi. Əlidən sonra bu qiymətli miras Həsənəynə çatdı. Peyğəmbərin itrətindən başqa sünnə və Qurandan başqa mirası yox idi. Təəssüf